Haydnın instrumental musiqi yaradıcılığında simfoniya xüsusi yer tutur. Bəstəkar 50-ci illərin ortalarında ta 90-cı illərədək bu sahədə sənət inciləri yaratmışdır. Haydn 100-dən artıq simfoniyanın müəllifidir. Onlardan ən məşhuru ömrünün son illərində yazdığı 12 London simfoniyasıdır. Musiqinin aydınlığı üçün Haydn bəzi simfoniyalarına ad vermişdir. Səhər, günorta, axşam, saat, uşaq, ayı, vida, matəm və s. Sonralar yeni simfoniyalar üzərində işlərkən müəllif məzmunu ümumiləşdirməyə meyl edir. 6 Paris və 12 London simfoniyası buna misaldır. London simfoniyalarından ikisi çox məşhur idi. 103 nömrəli mi bemol major və 104 nömrəli re major. 17-18-ci əsrlərdə simfoniya instrumental suite və operaya giriş rolunu oynayırdı. Operalara giriş kimi səslənən simfoniyalar müəyyən dövrdən sonra konsertlərdə müstəqil ifa olunmağa başlandı. Haydnın əsərlərində 4 hissəli simfonik silsilə tam müəyyənləşib. Simfoniyanın tam formalaşması Haydn yaradıcılığı ilə bağlı olduğundan o, simfoniyanın atası adlandırılmışdır. Haydn simfoniyaları adətən 4 hissədən ibarət idi. Bu simfoniyalar musiqi xarakteri və tempi cəhətdən bir-biri ilə təzadlı, obraz məzmunu cəhətdən isə əlaqəli idi. Simfoniyanın birinci hissəsi sonata allegrosu quruluşunda yazılırdı. Çox fəal musiqidən ibarət olub, əsərin əsas obrazlarını təsvir edirdi. Birinci hissə çox zaman ağır tərzli müqəddimə ilə başlayırdı. İkinci hissə ağır, mülayim idi. Burada insanın düşüncə və istirablarını təsvir edən lirik əhval-ruhiyyə öz əksini tapmışdır. Simfoniyanın üçüncü hissəsi ağır tərzli, ikinci hissə ilə təzad yaradırdı. O, yeyin tempdə səslənir və çox vaxt müəyyən rəqs ölçüsünə əsaslanır. Haydnda bu hissə adətən məmnuniyyət olurdu. Dördüncü hissə final adətən çox iti şərh olunurdu. Musiqisi parlaq, həyatsevər idi. Əsərin əsas ideyasını yekunlaşdırırdı. Finalı rondo formasında yazırdı. Bu hissə xalq mahnı və rəqs musiqisi ilə zənginləşmiş bayram şənliklərini, məişət səhnələrini təsvir edirdi. Haydn simfoniyalarının silsilə quruluşu belə idi. Ondan sonra böyük Viyana klassikləri Mozart, Beethoven simfoniyaya bir çox yenilik getirmiş, şahəsərlər yaratmışdırlar. Məlumdur ki, simfoniya simfonik orkestr üçün nəzərdə tutulurdu. Haydn simfonik orkestr yaratmaq sahəsində də çox işlər görmüşdür. O, simfonik orkestrə 4 instrumental qrup əlavə etməklə onun klassik tərkibini yaratmışdır. Orkestrin əsasını simli alətlər qrupu təşkil edirdi. Bura skripka, alt, violonçel, kontrabas aləti daxil idi. Nəfəsli ağac alətləri, fleyta, qaboy, klarnet və fagotdan, mis alətləri isə valtorna və trubadan ibarət idi. Zərb alətləri litavra, tarilka və s. idi. Haydnın simfoniyalarında yalnız litavradan istifadə olunub. Onun orkestr tərkibində aşağıdakı alətlər var idi. 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 fagot, 2 valtorna, 2 truba, 2 litavra və simli alətlər. Avropa simfonik musiqisinin inkişafı ilə bağlı Mozart və Beethovenin yaradıcılığında simfonik orkestrın tərkibi bir qədər genişlənir. Bura bir sıra mis, ağac və zərb alətləri daxil edilmişdir.